Qadın Sahibkarları Günü münasibətilə keçirilən bugünkü mühüm tədbirin əsas hədəfi qadın liderlərin dünya miqyasında rolunu gücləndirmək, onların müxtəlif sahələrdə əməkdaşlıqlarını yaratmaq və diplomatik əməkdaşlıqları genişləndirməyi hədəf almışdır. Qadın sahibkarların qlobal səviyyədə tanınması, yeni biznes fürsətlərinin yaradılması və regional inkişafın dəstəklənməsi sahəsində fəaliyyət göstərən Azərbaycanın ən tanınmış QABA biznes təşkilatının təsisçisi və direktoru Nəzrin xanıma tədbirə dəvəti üçün təşəkkür edirik. Azərbaycan iş xanımları, həm xaricdən gələn iş xanımları bir araya toplaşıb. Biz burada çox önəmli bir nöqtələrə toxunacağıq. Women empowerment və necə lokaldan qlobala bir addımla keçmək olar. Və mən bu bayram münasibəti ilə bütün iş xanımları, nəinki Azərbaycanda, dünya iş xanımlarına böyük uğurlar arzu edirəm və işiniz davamlı olsun. Ümidvaram ki, sizin uğurunuz həmişə belə parlaq olacaq.